Mən Bəşirov İsaq Sabiroğlu. Goranboy rayon Yuxarı Ağca kənd qəsəbəsində yaşayıram. Özüm 2-ci qrup 50 il Qarabağ qaysiyəm. Antiterror əməliyyatları zamanı yaralanmışam. 3 gül bədən nahiyəmə 3 güllə dəyib. Başımdan da travma almışam. Elə bir vəziyyətə düşmüşdüm ki, səhərə kimi qaldım orada. Hətta məni şəhid adı vermişdilər mənə. 8 ay bağırsam çöldə gəzdim. Bağırsımdan 1 metr kəsdilər. Ciyarıma güllə dəymişdi. Sidik hissəm dağılmışdı. Damarlarım, sinirlərim cırıq-cırıq olmuşdu. Damarın birini bağladılar. Hal-hazırda sonsuz kimiyəm. Yəni həkim dedi ki, sonsuzsan, at olmayasan, Allah canını sağ eləsin. Mənə 1 illik pensiya verdilər. Bu vəziyyətimdə, bu halımda 1 illik pensiya verdilər. Hara müraciət edirəm, hara gedirəm, eləyirəm, heç bir kimsə nələşdikdə mən də bu videonu çəkirəm, aciz qalıb çəkmişəm. And olsun Allah, utana-utana çəkirəm mən də bu videonu. Nə qədər qazilərimiz, nə qədər veteranlarımız var. Belə baxıram ki, sıra may gəlir. Nə millətimizin vecinə deyil, nə yuxarıda oturan nazirlərimizin vecinə deyil. Nə qədər qazilərimiz özünü yandırdı, nə qədər özlərinə qəsd elədilər. Baxıram ki, sıra məndədir, mənə çatır. Mən də bu videonu çəkməkdə məqsədim odur ki, bəlkə mənə də kimsə köməklik eləyə, səsimi eşidələr. Goranboyun mərkəzi xəstəxanasına gedirəm, özüm Kəlbəcər qaçqınıyam. Goranboy qeydiyyatındayam. Goranboyun mərkəzi xəstəxanasına gedirəm, oranın baş həkiminin yanına gedirəm. Kod deyirlər, forma 88 yazırlar, heç bir kod vurmurlar. Oradan məni Gəncənin 3 nömrəli xəstəxanasına gedirəm. Oradan da ancaq qalmışam, bu xəstəxana aralarında qalmışam. Yaşadığım vəziyyətdə pis vəziyyətdədir. Ancaq küçə iti kimi qalmışam o qohumun evində, bu dostun evində. Bugün bir yerdə qalıram, sabah bir yerdə qalıram. Yaşadığım vəziyyət elə bir vəziyyətdədir ki, belə bir şəraitdə yaşayıram. Skoriya zəng edirəm, ağrım tutanda 2 saata gəlib çıxır. Ölüb ölümdən qayıdıram, ağzımdan, burnumdan qan gəlir, özümdən gedirəm, sudurğalarım tutur, bədənim ağrıları başlayır. Bir il ərzində dərmanlarımı sağ olsun Yaşad fondu qarşılayırdı. İndi mənə heç bir dərmanlar verilmir, əlilliyim kəsilib deyə heç bir dərmanlar verilmir. Kəlbəcərin icra hakimiyyətinə gedirəm, Kəlbəcər icra hakimiyyətinin Azər Qocayevin yanına gedirəm, evlə bağlı gedirəm, deyirəm bu şəraitdədir, bütün şəkilləri, evin şəkillərini məni görür. Deyir Kəlbəcərin icra hakimiyyətinin balansında ev yoxdur. Ancaq hara gedirəm, nə edirəm, ancaq məni yola verirlər. Sizdən artıq dərəcədə xahiş edirəm.